Salam, hörmətli izləyicilər. İndiki zamanda evdə obyekti kirayə vermək, satmaq, almaq da təhlükəlidir. İnsanlar müraciət edir ki, bəs mən evimi icarəyə vermişəm, həmin şəxs evdən çıxmır və ya vətəndaşlar deyir ki, mən kirayə qaldığım evdən ev yiyəsi tərəfindən çıxardıldım və yaxud insanlar var ki, deyir, obyektimi icarəyə vermişəm, həmin şəxs qanunsuz iş görüb cərimə mənə yazıb, obyektim bağlıdır, nə edim və ya maşın icarəyə veriblər, deyir ki, həmin maşını yoldaşım pay kimi tələb edib, biz boşanırıq, mən də satmışam, nə edim, təhkirə, yəni anlardır. Ona görə mən hüquqşünasları Seyidzadə məlumat verəcəyəm ki, həmin vəziyyətdə nə etmək lazımdır. Əgər kiməsə maraqlıdırsa, videonu sona qədər izləsin. Amma əvvəlcə iki məlumatı nəzərinizə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Birincisi ondan ibarətdir ki, məlumat hüquqi məsləhət almaq üçün onlayn qaydada mənim telefonuma videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şort bölməsində istənilən videonun üzərində var. İkinci məlumat da ondan ibarətdir ki, mən hüquqşünas kimi, əyri təşkilatın rəhbəri kimi və əyri olan şəxs kimi dünyanın 40 tanınmış əyriləri haqqında araşdırma aparmışam. Bir Ümid İşığı adı kitabı hazırlamışam. Həmin kitabı, yəni 20 manata satıram, hörmətli izləyicilər. Almaq istəyənlər buyurub müraciət etsinlər. Amma əvvəlcə onu qeyd edin ki, hörmətli izləyicilər, çox maraqlı faktlar var. Bir də deyin ki, sizə mənə dəstəkləyin, videonu bəyənin və kanala abunə olun. Bir də kimin imkanı varsa iyanə də etsin ki, yəni mən belə deyək, köhnə telefonla çəkəyəm, videolar sizinlə paylaşıram, kompüterin köhnədə işləmir. Eyni zamanda yəni istəyən bir yer götürün, orada hüquq məsləhət verin və əyri dostlarımın işini satın. Ona görə iyanəyə ehtiyac var. Kart nümunədə, telefon nümunədə videonun izahı yerində qeyd olunub. YouTube kanalında, eyni zamanda YouTube kanalının şort bölməsində istənilən videonun üzərində. Və yəni keçən mövzuya. Mövzuya keçməkdən əvvəl onu qeyd edin ki, videonun bir qismi, yəni bir hissəsi şort bölməsində olur. Tam bölməsi videonun izahı bölməsində olur, video bölməsində olur. Oradan izləyə bilərsiniz. Və videonun adını yazılan şort bölməsində və yazılan ki, tam video YouTube'da. Oradan girin izləyin. Və yəni keçən mövzuya ki, yəni ən var ki, icarəyə verdiyiniz zaman nə etmək lazımdır və yaxud satdığınız zaman, aldığınız zaman nə etmək lazımdır. Birinci növbədə onu qeyd edin ki, mütləq qaydada icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi bağlayın. Hörmətli icazə vacib bir məsələdən biridir. Ona görə ki, birinci qeyd edin, əmlak sahiblərinə nə xeyri var, ev sahiblərinə, obyekt sahiblərinə, maşın sahiblərinə. O xeyri var ki, sabah ayı, belə deyək, sizin banki borcunuz ola bilər, kiməsə borcunuz ola bilər, vergi borcu ola bilər və ya boşana bilərsiniz ki, həmin əmlaklarda belə deyək, maşındır, evdir, obyektdir, pay bölgüsü kimi bölünə bilər və yaxud borcu yönələ bilər. Həmin vaxtda icarə götürən şəxs gəlib sizdən tələb edə bilər ki, mən obyekti icarə götürmüşəm, falan qədər pul xərcləmişəm, gətir mənim pulumu qaytar. O da sizə problem yaradacaq, hörmətli izləyici. Nəzərə alın. Belə bir hallar olmasın deyə, əvvəlcədən icarə müqavili bağlayın və şərtləri qeyd edin ki, hansı şərtlərini yəni belə deyəkdən verirsiniz. Və ya eyni zamanda kreditə verdiyiniz zaman avtomobili, indi bir çox şəxslər kreditlə yəni alırlar, yenə müqavilə bağlayın. Boş etibarnamə önəm verməyin. Gedək alva yığılsın, qəza tövbədə, o halda siz məsuliyyət daşıyarsınız. Və ya obyekti verirsiniz icarəyə, gedək orada hansısa bir vergidən yayılmış hava baş verər, sizin məsuliyyəti cəlb edər və nəzərə alın. Eyni zamanda evi də mənzilə verdiyiniz zaman mütləq qaydada müqavilə bağlayın, o sizin xeyrinizədir. İnsanlar bugün yəni etibarsızdır. Evinizdə hansısa bir cinayət işi görə siz məsuliyyət daşıyarsınız.
Hörmətli izləyici, nəzərə alın. Eyni zamanda sizə nisbət cəhət ondan ibarət ki, sabah pensiya çıxanda sizə deməyəcək ki, iş yeri yoxdur. Verin açın, verin ödəniş edin, vergini verin və bu da sizə istaj hesab olunsun ki, sahibkarlıq fəaliyyətinə məşğulsuz. Eyni zamanda belə deyək, sizin kredit götürmə imkanınız olacaq, böyünüz aktiv olacaq. Nəzərə alın. Digər tərəfdən icarə götürən şəxslərə də o xeyir var ki, həmin evi belə deyək və yaxud obyekti, maşını icarə müqabilini götürürsə, birbaşa ona çəkdiyi xərc, sabah belə deyək, həmin maşın əlindən alınarsa, ev əlindən alınarsa, obyekt əlindən alınarsa, həmin pulu tələb edə bilər. Yəni qarşı tərəfdən belə deyək. Tutaq ki, bir şəxs arvadından boşanırsa, arvadı həmin obyekti istəyirsə, mütləq qaydada icarə götürən şəxsin pulunu ödəməlidir. Nəzərə alın. Eyni zamanda onu qeyd edin ki, əgər evi alırsınızsa, müəyyən səbəblərdən ola bilsin ki, səhətlər düz olmasın, alqı-satqı edə bilməzsiniz. İndi hamı belə deyək, etibarnaməni alır. Əslində məsləhət görmürəm. Əgər məcbur qalıb almışsınızsa, gedin yəni notariusda, yəni mediasiyada sakit bağlayın ki, mən həmin borcun həvəzinə evimin fankisi verirəm və ya həmin ailə üzvləri gəlsin qoz çəksin ki, bizim gələcəkdə bununla qarşı hansı bir iradımız olmayacaq. Gələcəkdə səhətlər düzələrsə, birbaşa həmin vətəndaşın adına olsun. Etirazımız yoxdur. Belə bir sənəd alın. Hörmətli izləyicilər, mütləq qaydada. İşi etibarnaməni yekunlaşdırmıyor. Yəni nəzərə alın. Baxın, icarə verəsiz bir obyekti, orada qanunsuz məsəl üçün deyən, kafe açıb işlərə, nəsə bir verginin problemi var, gəlib bağlayarlar, sizin də işi belə deyək, 5-6 ay dayanar. O halda siz qarşı tərəfdən təzminat ala bilərsiniz. Hörmətli icraçı, nəzərə alın. Yenə qeyd edirəm, bu həmin evi, həmin obyekti, həmin maşını icarə götürənin də xeyrinədir. O çəkildiyi xərci tələb edə bilər ki, mən belə bir xərc çəkmişəm. Sabah siz yəni borclu qalmazsınız. Hörmətli mülkiyyət sahibləri. Yəni deməzsə ki, sənin borcun var, gəldi məhkəmə mənim əlindən aldı. Mən 10.000 pul qoymuşdum, batdı. Yox. Elə bir şey ola bilməz. Eyni zamanda həmin şəxs qaçıb gedərsə, icarə müqabili olduğu halda aylıq kirayə planını da məhkəmə qaydasında ala bilərsiniz. Mesai sizə borcludursa, nəzərə alın. Sonunda onu qeyd edin ki, mənim 1400-dən artıq şotla bir qeydə videolarım var. İstər sosial yardım olsun, istər məhkəmə bölgüsü olsun, istər qeydiyyat olsun, istər vəsəyi olsun, istər uşaqla ünsiyyət olsun, istər alimentin ödənməsi olsun, istər boşanma olsun, dediyim kimi pensiya olsun və digər məsələlər olsun, hamısı qeyd olunub, baxa bilərsiniz. Dəstək üçün videonu bəyənin, YouTube kanalına abunə olun, bir də kimin imkanı varsa iyanə etsin, hörmətli izləyicilər. Diqqətli qalın, sağ olun, abunə olmağı unutmayın, vacib bir məsələdən biridir. Sağ olun.